Allaha söykən. Ruzunu ondan gör, onun əlində hesab elə. Ondan başqa nəyə söykəndinsə hər şey səni tərk eləyəcək. Ona arxayın ol, Allaha etimad elə. Allaha söykən. Bil ki, o sənin xeyrivədir. Nə edirsə sənin xeyrivədir. Aram ol və razı ol. Aram olmasa insan, Allaha etimad eləməsə heç zaman razı ola bilməz. Allahdan razıyam nə deməkdir? Yəni mən arxayınam səndən. Mənim sənə etimadım var. Nəsə başıma iş gəlibsə, deməli nəsə bir xeyir var. Nəsə bir fayda var bu şeydə. İnsan bu məsələlər üzərində düşünə, Allaha etimad eləyə, Allaha söykənə.